Alo. Axşamınız xeyir xanım. Hər vaxtınız xeyir. Necəsiz? Sağ olun. Oyuna hazırsınız. Bəli. Qorxmursuz. Yox. Çəkinmirsiniz və sizi heç kim görmür. Aha. Yanınızda kömək edənlər var yoxsa yox? Xeyir. Xeyr, adınız? Sevin. Sevinç. İkinci Sevinç xanım. Buyurun, sevindirin özünüzü. 19. 19-cu xana. Buyurun xanım. Mən sizi təbrik edirəm. 19-cu xanada hədiyyədir və sizin hədiyyəniz Anadolu restoranında 2 nəfərlik şam yeməyinə dəvətdir. Çox sağ olun. Kim istəsəz özünüz də apara bilərsiniz. Təşəkkürlər, sağ olun. Bax, belə də olur ki, oyuncumuz əziyyət çəkmədən birbaşa hədiyyəni qazanır. Amma mən artıq vaxtlar hiss etmişəm ki, hədiyyə çıxan oyuncular sevinmir. Ona görə yox ki, hədiyyə onların xoşuna gəlməyib. Yox, onlar sadəcə oynamaq istəyirdilər. Amma neynəsinlər ki, hədiyyə artıq onlar üçün bankrot kimi görsən ki, qoymadı oynayım. Qismətdən qaçmaq olmaz. Oyunumuz davam edir. Nömrələrimiz 077 888 və 877 888. Alo. Alo. Bəli. Salam. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Kiminlə danışıram? Zərifə. Zərifə xanım. Bəli. Sənətiniz nədir? Mühasib. Mühasib. Siz də hesablayırsınız. Tələbəyəm amma gələcəyim mühasib. Ha, gələcəyin mühasibi olmaq istəyirsiniz. Bəli. Bəli, tələbə olmaq çox gözəldir. Elə isə buyurun, buyurun. Hansı xana? 11. Neçə? 11. Neçə? 11. 15. Yaxşı, olsun, bu bələqət düşmək istəyirik burada. 15. Buyurun xanım. Eldar Quliyev. Bəli, bəli, bəli. Tamamilə doğru cavab və deməli siz sualın cavabını 50% tapmısınız. Elə isə diqqətli olun və sual belədir. Bu filmlərdən hansının quruluşçu rejissoru Eldar Quliyevdir? Gümüşgöl əfsanəsi, Park, Bağ mövsümü. Gümüşgöl əfsanəsi, Park, Bağ mövsümü.